Bu xəbəri mənə atmışdılar. TikTokda şəxsim atmışdılar. Şahnaz Haşimova bağlı ki, əməliyyat olunmalıdır. Xalq artistimiz Şahnaz Haşimova, Aybəniz Haşimovanın bacısı, sevə-sevə dinlədiyimiz gözəl Şahnaz xanım, Allah sizə şəfa versin. Əməliyyat olunub. Xəbəri təbii ki, Lentaz AP istinad yerli bürosuna istinad verib. Təbii ki, mən verməliydim bu xəbəri, təəssüf ki, gecikdim. Mənə də atmışlar ki, Sara xanım sabah Şahnaz xanım Haşimova əməliyyat olunacaq. Bildiriblər. Şahnaz Haşimovanın baş tutan əməliyyatı uğurlu olub. Onun müalicəsi hazırda palata şəraitində davam etdirilir. Vəziyyəti yaxşıdır. Xəbərini veriblər. Şahnaz xanım yəqin ki, ürəyindən əməliyyat olunub. Bu barədə yazılmayıb. Nəvəsi Abdullayev APA'nın yerli bürosuna bildirib. Bəlkə də onun nəvəsi idi mənə yazan ki, Sara Səfura, ilk olaraq sizə verirəm bu xəbəri ki, siz bu xəbəri ictimailəşdirin. Təəssüf ki, mən gecikdim. Yenə də deyirəm, nəvəsi Eldar Abdullayev əsas odur ki, bu xəbəri yaydı, ictimailəşdirdi. Şahnaz Haşimovaya təbii ki, sağlamlıq arzulayırıq, şəfa arzulayırıq. Tezliklə evinə, ailəsinə qovuşsun.